Salam müəllimlər. Bizim bugünkü mövzumuz hansı ki oduncağın zivanı ilə birləşdirilməsidir. Oduncağın zivanı ilə birləşdirilməsi biz stulların hansı ki təmiri texnologiyasında tanış olduq ki, çərçivə ayaq birləşmələri 3 cür birləşmə ilə qarşılaşdıq. Zivana birləşməsi idi. Çivli birləşməkdir, bir də ki, şurupla birləşmə. Həmin o zivana birləşməsini biz bugünkü dərsimizdə daha aydın öyrənəcəyik. Ətrafımıza diqqət yetirsək, məktəbdə, evdə, bağda, hansı ki oduncaqdan hazırlanmış çoxlu sayda məmulatlar əhatə edir. Bütün bu hansı ki məmulatlar masadır, stoldur, kətildir, şkafdır, rəfdir, qapı, pəncərə çərçivələridir və s. Bunlar mismar, vint, yapışqan və zivanaların köməyi ilə birləşdirilir. Deməli, mismar, vint, yapışqan və zivanaların köməyi ilə birləşdirilir. Hər bir birləşmənin yaxşı və pis cəhətləri var. Bu günləri bunlarla tanış olacağıq. Görək yaxşı cəhəti nədir, pis cəhəti nədir? Bir neçə detaldan ibarət xarrat məmulatları sökülən və sökülməyən birləşmələr olmaqla iki qrupa bölünür. Deməli, xarrat məmulatları, hansı ki xarrat hər hansı bir məmulatı yaratmaq istəyir, əşyanı yaratmaq istəyir. Onları bir-birinə birləşdirəndə, yəni bir neçə detaldan ibarət xarrat məmulatı sökülməyən və sökülən birləşmə olmaqla iki qrupa bölünür. Sökülməyənlər hansı ki mismardır, yapışqandır, bunlar sökülməyən birləşmələrə aiddir. Sökülənlər isə vintlərlə bərkidilir. Vintlərlə. Sökülməyənlər mismar, yapışqandır. Sökülənlər isə sadəcə vintlərlədir. Detalların zivana birləşməsi daha möhkəm və etibarlıdır. Bəli, zivana birləşməsi möhkəm və etibarlıdır. Səbəb? Çünki zivana yuvaya daxil olur, zivana yarığa daxil olur və möhkəm. Biz onu yapışqan vurmaqla da daha möhkəmləndirə bilirik. Eyni zamanda da şkantlardan istifadə etməklə də daha möhkəmləndirə bilirik. Deməli, dedik ki, detalların zivana birləşməsi daha möhkəm və etibarlıdır. Bu, onunla izah olunur ki, zivana birləşməsində detalların nisbətən böyük sahədə təmasda olması təmin olunur. Zivana birləşmələrinin əsas elementləri bunlardır. Zivana, yuva, yarıq. Deməli, dedik ki, bu onunla izah olunur ki, zivana birləşməsində detalların nisbətən böyük sahədə təmasda olması təmin olunur. Bəli, hansı ki, böyük hissələri bir-birinə birləşdirmək üçün biz zivanadan istifadə edirik. Zivana nədir? Zivana, baxın, bu pəstahdır, düzdür? Pəstahın təpəsində yuva və yarığın profilinə uyğun çıxıntıdır. Baxın, yuvanın və yarığın profilinə uyğun, yəni eyni ölçüdə olurlar. Zivana yuvaya da, yarığa da daxil ola bilir. Deməli, zivana nəymiş? Pəstahın təpəsində yuva və yarığın profilinə uyğun çıxıntıdır. Bəs yuva nədir? Pəstahda zivananın daxil olduğu, taxıldığı deşikdir. Bunları silək. Daha sonra. Bəs yarıq nədir? Yarıq, pəstahın təpəsində zivananın taxıldığı yuvadır. Bəli, söhbət bundan gedir. Pəstahın təpəsindədir, düzdür? Pəstahın təpəsində zivananın hansı ki taxıldığı yuvadır. Deməli, zivana yarığa daxil olur. Deməli, yarıq nə idi? Pəstahın təpəsində zivananın taxıldığı yuvadır. Bəli, yarıq kimi açırıq. Pəstahın təpəsində hansı ki zivana yarıqda, elə bil ki, yarığa taxılır. Yarıq özü də elə yuvadır. Bunların özlərinin də elementləri var.
Hansı ki bu şəkildə zivana və yarığın əsas elementləri var. Zivananın hansı ki elementlərinə baxanda bir növ insanı xatırladır. Çünki insana xas olan xüsusiyyətləri burada özündə cəmləşdirir. Məsələn, təpə, bizim də təpəmiz var. Çiyin, bizim də çiyinimiz var. Yan tərəflərimiz, sağımız, solumuz. İndi gəlin baxaq, zivananın təpəsi. Bəli, həqiqətən də bura zivananın təpə hissəsidir. Çiyin hissələri. Hansı ki, çiyin hissələri zivananın çiyinləri. Baxın, bu tərəf bir də ki, digər tərəfi. Daha sonra yan tərəflər. Hansı ki, zivananın baxın, yan tərəfləri. Sağında, solunda, bax, 3 rəqəmlə işarə olunmuş yan tərəfləri. Deməli, təpəsi, çiyini, bir də yan tərəfləri. İndi gəlin yarığa baxaq. Yarıqda ancaq yarığın dibi və yanaqları verilib. Yarığın dibi, baxın, bu hissə yarığın dibidir, bu da yanaqlarıdır. Yarığın yanaqları, bax, bu hissə yarıqdır, bu da yarığın yanaqlarıdır. Deməli, biz zivana və yarığın əsas elementləri ilə tanış olduq. Hansı ki, bir də sadalayaq. Zivananın təpəsi, bəli, təpəsi buradır. Çiyini, bu 2 olan hissədir, buradır. Yan tərəfi, bax, 3 olan hissədir, yan tərəfi gəldik. Yarıq, baxın, elə bu özü boşluq olan hissə yarıqdır. Bu yarığın dib hissəsidir, hansı ki, bu da yanaqlarıdır. 2 yanağı var. Deməli, yarıq nə idi? Hansı ki, pəstahın təpəsindədir. Düzdür? Pəstahın təpəsindədir. Pəstahın təpəsində hansı ki, zivananın taxıldığı boşluqdur, yuvadır, belə deyək. Zivananın taxıldığı yuvadır. Bəs yuva nə idi? Yuva pəstahda, baxın, pəstahın özündə, pəstahda zivananın taxıldığı deşikdir. Baxın, boşluq var, deşik var, düzdür? Yuva zivananın taxıldığı deşikdir. Bəs zivana nə idi? Zivana pəstahın təpəsində yuva və yarığın profilinə uyğun çıxıntıdır. Baxın, pəstahın təpəsindədir, yuvanın və yarığın profilinə uyğun çıxıntıdır. Yəni, bu qədər sadə. Detalların qalınlığından asılı olaraq, baxın, baxın, bu detal daha qalındır, bu detal ondan da qalındır. Bu qalınlığı yəni çox da deyil. Qalınlığına görə açıq bir qat, açıq 2 qat, açıq 3 qat və düz bağlı bir-birinə qeydirilir və bağlanır. Düzdür? Deməli, açıq 1 qat, açıq 2 qat, açıq 3 qat və düz bağlı. Niyə açıq deyirik? Biz bunları birləşdirəndə açıq elə bil ki, kənardan görünür də. Hansı ki, bu birləşdirilən hissələr kənardan görülür. Amma düz bağlıya baxsaq, hansı ki, zivana yuvaya qeydirilir, yəni boşluğa qeydirilir. Belə deyək, burada birləşmə görünmür. Sadəcə buradan xətt görünür. Amma burada isə birləşmə hissələri görünür. Ona görə açıq 1 qat, açıq 2 qat və açıq 3 qat düz bağlı olur. Bunların hansı ki, açıq 3 qat birləşməyə eyni zamanda künc yeşiyi birləşməsi deyilir. Künc yeşiyi birləşməsi. Tamasa nədir, müəllimlər? Tamasa, hansı ki, burada izahı verilib, müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik, ensiz taxtadır. Müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik, ensiz taxtadır. Biz bu tamasanı bir dəfə də eşitmiş olacaq. Hansı ki, müxtəlif məqsədlər üçün istifadə edilmiş lövhədir. O da planşetdir. Planşet nədir? Hansı ki, müxtəlif məqsədlər üçün istifadə edilmiş lövhə kimi, tamasa kimi biz onu görmüş olacaq. Deməli, hansı ki, açıq bir qat, görürük ki, ölçüsü azdır, düzdür? Açıq bir qatın qalınlığı nə qədərdir? 40 mm.
40 mm. Açıq içi qat 40-dan 80 mm. 80 mm. 40, hansı ki bir qat 40-dırsa, açıq içi qat olacaq 40-80 mm. Elə bil ki, 2 dənə 40-ı toplayırıq da, belə deyək. 40-dan 80-ə kimi ola bilir, dək. Açıq 3 qatı isə 80-dən çox olur. 80-dən çox olan, belə deyək də, belə çox işarəsini belə götürək. 80-dən çox olan olduqda 3 qat zivanalardan istifadə olunur. Deməli, 40 mm-dirsə, açıq bir qatdır. 40-dan 80-ə qədərdirsə, açıq 2 qatdır. 80-dən çoxdursa, açıq 3 qat zivanalardan istifadə olunur. Bəs künc-yeşik birləşməsi hansı idi? Künc-yeşik birləşməsi açıq 3 qat zivana idi. Açıq 3 qat birləşmə idi ki, künc-yeşik birləşməsi deyilirdi. Zivana birləşmələrinin möhkəm olması üçün elementlərinin ölçülərinin nisbətini qorumaq lazımdır. Deməli, möhkəmlik nədən asılıdır? Elementlərinin ölçülərinin nisbətindən. Bir qat zivananın qalınlığı. Qalınlıq bir qat zivananın, bax, zivanadan söhbət gedir, bir qatdır özdə. Hansı ki, burada da dedik ki, 40 mm-dir, onun tamasalarının qalınlığı. Deməli, biz A ilə işarə eləyirik nəyə? Zivananın qalınlığını. Zivananın qalınlığı oldu A. Detalın qalınlığı, bax, bu özü detaldır, bu detaldır, bu da onun zivanasıdır. Detalın qalınlığın S0-dan işarə eləyirik, S0. Daha sonra dedik ki, bir qat zivananın qalınlığı, yəni A, detalın qalınlığının 0,4 hissəsinə bərabərdir. Deməli, A nəyə bərabərdir? A bərabərdir, yəni zivananın qalınlığı, detalın qalınlığının, yəni S0-ın 0,4-ünə 0,4 hissəsinə bərabərdir. S0 vurulsun 0,4. Deməli, buradan bir düsturumuz çıxdı. Məsələn üçün biz zivananın qalınlığını tapmaq istəsək, neyniyəcəyik? S0 detalın qalınlığını vuracağıq 0,4-ə. Əgər S0-ı tapmaq istəsək, onda düsturum, bunu da qeyd eləyərəm sizcə mənimlə. A bölünsün 0,4-ə. A bərabərdir. S0 bərabərdir. A bölünsün 0,4-ə. Növbəti gəldi, hansı ki, yuvanın və yarığın yanaqlarının qalınlığı zivanaların simmetrik yerləşməsi şərti ilə hesablanır. Simmetrik yerləşməsi, simmetrik nə deməkdir? Məsələn üçün, bu S2 burada 5 mm-dirsə, bu da 5 mm-dir. Deməli, simmetrik yerləşib. Daha sonra, bax, bu 5 mm-dirsə, bu da 5 mm-dir. 5 yazmalım. 15-dirsə, bu da 15 olacaq. Çünki bunlar simmetrik yerləşir. Bu 15-dirsə, bu da 15 olacaq. Yəni, belə. Dedik ki, yuvanın və yarığın yanağının, yəni S2 ilə işarə edirik, S2, qalınlığı zivanaların simmetrik yerləşməsi şərti ilə hesablanır. Deyir ki, zivananın yanağı və yarığının qalınlığı 15 mm-dir. S2-ni götürdük, 15 mm. Detalın qalınlığı da A-yı götürsək, A da ki 30 mm-dir. 45 götürək. 45 götürsək, detalın qalınlığı da 45-dir. Bəs deyir, zivananın qalınlığı nə qədərdir? Detalın qalınlığı deyirəm, S0 yazmalıyam burada, S0. Detalın qalınlığı S0-dır. Bəs deyir, zivana nə qədərdir? A-ya sual qoyaq. Gəlin, baxaq müəllimlər. Deməli, bizə S2-ni verib 15, düzdür? 15
Biri buradadır, biri də buradadır. Deməli, bizim yuva və yarığın qalınlığı elədi 30. 15 üstü 15. Elədi 30. 30 elədi. Daha sonra bizə ümumi S0 verib 45-dir. 45-dən 30-u çıxırıq. Elədi 15. Deməli, bizim zivananın da ölçüsü nə qədər imiş? 15 mm imiş. 15 mm. Deməli, biz burada, yəni özümüzdən düsturu qoymadan məntiqlə bildik ki, bizim zivananın ölçüsü nə qədərdir? Yarığın, yuvanın ölçüsü nə qədərdir? İndi bunları silim, düsturla baxaq. Yəni, məntiqlə də haradasa tapmaq olur. Aha. Deməli, bu düstur bizə çox lazım olacaq. Aha. Deməli, bizim düsturumuz necədir? S2, S2 nə idi? Yuva və yarığın yanağı idi. Bərabərdir. 0,5. Bax, bu bizim düsturumuzdur. 0,5. S0 nə idi? S0 detalın qalınlığı idi. Detalın qalınlığı çıxılsın zivananın qalınlığı. A. Bu bizim düsturumuzdur. Bizdən S2-ni soruşur ki, yuva və yarığın yanaqları nə qədərdir? S0-ı detalın qalınlığını verib bizə, məsələn üçün 45. Yenə götürək 45-i. S0 verib bizə 45. Sonra A-yı da verib, hansı ki zivananın qalınlığını verib bizə 15. 15 verib. Deməli, biz nə edirik? S2 bərabərdir. 45-dən 15 çıxanda edir 30. Vurulsun 0,5. 0,5. S2 bərabərdir. 30-u vururuq 0,5-ə eləyir. 15. Biz onda tapırıq ki, deməli, zivananın və yuvanın və yarığın yanağının qalınlığı nə qədərdir? 15 santimetrdir. Daha sonra, yəni fərqli bizdən qalınlığı istəsə, detalın qalınlığını istəsə, tapa bilərik. Bunu əlavə məsələlərin həllində də izah edərəm. Zivana birləşməsi olan məmulatlar yığma çertyojlarına əsasən hazırlanır. Zivana birləşməsi nəyə uyğun hazırlanır? Yığma çertyojlarına əsasən hazırlanır. Şəkil 5-də paylama materialları üçün yeşin yığma çertyoju göstərilmişdir. Baxın, hansı ki yeşin yığma çertyoju verilib, hansı hissələrdən ibarət? Sertifikasiyada nə qeyd olunur? Spesifikasiyada nömrəsi, adı, sayı, miqyası, bir də materialı. Gəlin baxaq. Bizə uzun divar, hansı ki uzun divar 1 ilə işarə olunur. Baxın, biz quraşdırmada da öyrənmişdik ki, spesifikasiyada əgər detalın üstündə hansı rəqəm yazılırsa, spesifikasiyada da həmin rəqəmlə işarələnir. 1 olan uzun divardır. 2 dənədir. 1, 2 dənədir. Daha sonra yan divarlar. Baxın, 2 ilə işarələnir. Yan divar burada da 2-dir. Daha sonra miqyasları da olduğu kimidir. 1/1 real ölçülərdir. Materialı da fanerdir. Baxın, yan divar budur. Gəlin, baxaq görək hansı birləşmədən istifadə olunub burada. Deməli, burada açıq 3 qat birləşmədən istifadə olunub. Hansı ki, şəklə baxaq. Açıq 3 qat 1, 2, 3 dənə zivana. Açıq 3 qat zivanadır. 1, 2, 3 dənə də bunun yuvası var, yarığı var. 3 dənə də yarığı var. Eyni zamanda da açıq 3 qata nə demişdik?
Künc yeşiyi birləşməsi demişdi. Açığı 3 qat nə qədərdir? Tam asasının qalınlığı 80 mm-dən çox. Gəlin baxaq görək tam asası nə qədərdir? 100 mm. Bəli, 80-dən çoxdur. Deməli bu nədir? 3 qatdır. Eyni zamanda da künc yeşiyi birləşməsidir. Bu da hansı ki onun dib hissəsidir, altlıq hissəsidir. Və adı da əsas yazıda verilib ki, paylama materialları üçün yeşikdir. Spesifikasiyada aşağıdakılar göstərilir. Məmulatın adını dedik, detalların adını dedik, hansı ki məmulatın adı, detalların adı, onların sayı, hazırlanma materialı, daha sonra miqyası göstərilir. Təhlükəsizlik qaydaları necədir? Nişanlanmış detalı bıçqlamaq üçün dülgər dəzgahının sıxacında möhkəm bərkidilməlidir. Deməli, detalı bıçqlamaq üçün nə edirik? Dülgər dəzgahının sıxacında möhkəm bərkidirik. İskənələrin tiyəsini lazım olduqca itləmək lazımdır. Bütün iskənələrdə böyük zərbə səthli taxta və ya plastik kütlədən olan çəkicidən istifadə olunmalıdır. Zərbə səthli həm taxta, həm də plastik kütlədən olan çəkicidən istifadə edirik. İskənəyə polad çəkiclə və ya əl ilə vurmaq olmaz. Bəli, iskənəyə nə əllə vururuq, nə də polad çəkiclə. Yuvanı və yarığı dəldikdə detalın altına oduncaq kəsiyi qoymaq lazımdır. Zivana birləşməsini uyğunlaşdırma zamanı sol əldəki barmaqlar yeyənin üzərində olmalıdır. Deməli, zivana birləşməsini uyğunlaşdırma zamanı, hansı ki biz bunları bir-birinə daxil edirik, uyğunlaşdırma zamanı sol əldəki barmaqlar yeyənin üzərində olmalıdır. Bu da bizim növbəti mövzumuz.